Bir izləyicim mənə yazıb ki, həyəti başdan sona çək, görək necədir. Bu da qurumuş deyə dostlar. Yenidən başladı balaca yarpaqlanmağa. Mənim həyətim çox balacadır. Bunu da mən kəsmişdim, kökü oradaydı. Kökü qıraqdan bitdi. Yaxşı ki bitdi. Həyətimdə əvvəl çox idi. Qurutdum, bu səfər də istəyirəm bitsin. Harda qalmışdıq? Yəni mənim həyətim çox balacadır. Həqiqətən bəlkə də uzunu buradan ora 10 metr olar ya olmaz. Belə, bəlkə də olar. Baxın, mən arxam darvazaya dirənib. Qabaqdan da dovşan görünür. Belə bir həyətdir. Bu da qapımın ağzında da belə bir güllər qoymuşam. Odun peçini kül üçün qoymuşam bura. Yandırıb külün götürürəm. Bura bizim evin girişidir. Əvvəl bura navesi idi, sonra biraz örtdük. Tam remont deyil də, elə hələ ki remontsuzdur. Burası da baxın mənim gözəl güllərim olan yerdir. Biraz baxın burada belə darvazanın bu hissəsində belə bir qızıl gül əkmişəm. Əslində bundan axtarırdım mən illərdir bu güldən. Bu gülü təsadüfən mənə gəldi. Yəni adi gül adını almışdım, sarmaşıq yox. Heç nə rəng olduğunu da bilmirdim. Təsadüfən mən istədiyim bir şey çıxdı. Allah başqa arzularıma da çatdırsın inşallah. Belə görürsünüz. Bu hissə belə. İndi gəldik bu hissəyə. Baxın, belə bu hissədən belə güllər əkmişəm. Belə qızıl güllər, nə bilim gül yeri olsun bu hissə. Əvvəl bura kimi idi, baxın, daşın burasına kimi. Sonra həyətin balaca olduğu üçün və mənə göyərti yeri lazım olduğu üçün oradan belə bir taxta ilə kəsmişəm, belə sırayla. O hissə sadəcə gül yeridir. Orada yəni artıq başqa bir şey yoxdur. Gül toxumları, qızıl güllər. Balaca güldə o da qızıl gülüm bitəcək. Belə əkmişəm. Burada da baxın vəzəllidir. Burada da bir dənə tənək əkmişəm. Görək bu da böyüdə bilsək, görək necə olur. Bu vəzəllidir. Çahalar əkmişəm. Burada desin cəfəri səpmişəm ya da keşnişdir deyəsən. Şüyüddür. Şüyüdün biraz nəsə zəif inkişaf edir. Yəni orada reyhan var. Yenə çahalar. Bu pırasadır. Türkiyədən gətirdim toxumu. Pırasalardır. Orada soğanlar da əkmişəm. Yəni belə bu hissəndə bir balaca bir yerdə belə göyərti yeri eləmişəm. Göyərti bu hissələr bu taxtadan da baxın, o taxtadan yuxarıda sadəcə güllərdir. Amma güldən əlavə bir də bura belə bir şey əkmişəm. Bu da qara lahanadır. Türklərin qara lahanası. Belə qızıl güllərimi belə bura əkmişəm. Adi toxum güllərimi. O ağ gözəl qızıl gülümü də çıxardıb buralardan əkəcəm payızda. Belə. Buradakı qablarda da belə güllərim var. Qablara baxın, belə əkmişəm. Bu da ceyran gözdür. Bu bodur sırf qab üçün olan pomidordur. Ramaşkalarım. Bir də bu hissəsi var. Evin bu bir hissəsi var. İndi buralar yenə qarış-quruşdur. Yəni düzəldirəm, yenə qarışdırıram. Orada da elə bir gülüm var. Buradan da baxın belə güllər asmışam. Yuxarıda da güllər var. Pilləkəndən çıxıb düşürəm. Bunlar yağış yağanda damdan töküldü. Evimizi su basmır. Bu hissə çox yaxşıdır. Buralarda qətiyyən su basma olmur. Sadəcə damdan orada töküldü oradan. Bu qabaq hissə şey oldu. Dam dəyişilməlidir. Evin üstü şeferi dəyişilməlidir. Belə. Burada da belə sırf qab üçün olan gülüm var. Bu da xəstəlik imkan vermədi. Aça bütün xəstəlik tumurcuqlarını qırdı, tökdü. Görüm indi alınacaqsa bunu dərmanlayacağım bu günləri. İmkanım olsa.
Gedirəm hələ yemək bişirəm. Qabda əkiləsi güllərim var. Burada da belə papatyalar var. Burada da özüm aldığım tənək var. Uzanıb əslində keçən il almışdım deyəsən. Yuxarıya kimi. Orada da belə pişirməklik qızıl güllərimiz var. Bu arada da qızıl güllər var. Balaca qalıb görək bitəcəklərmi. Onlar kölgədə qaldı deyə balaca qaldı. Onları keçən il özüm kökləndirmişdim. Burada bax bu melisadır. Orada nanələrim var. Orada pomidorlar, çeri uzun pomidorlar. Bu görür nə gözəl böyüyüb. Çəkli otudur. Bu defnədir. Defnədir. Bizdən biberiyə yox. Defnə bizə biberiyə deyirik də. Yəqin ki, orada biberiyə deyir. Çox qəşəng qoxusu var. 2 dənə də burada qələmdən əkmişəm, bitir. Çox qəşəng də bitirmiş. Otları da biçmişəm. Bilmirəm yenə də qarışıq göstərdim ya yox. Buradan da belə yol düzəltmişəm. Yəni keçmək üçün o tərəfə. Otları da bugün biçdim. Belə bir yer düzəltdim. Bunu niyə belə düzəltmişəm dəmirlərlə? Çünki belə qızıl gül sarmaşdıracağam. Gülləri belə keçirik buradan. Bu hissə də belə güllər asmışam. Əslində paltar ipi üçündür də güllərimi asmışam. O hissəyə də elə taxtadan düzəldib güllər yığmışam orada. Bu toxumumda bu hissə də mənim əkin yerimdir. Baxın belə 4 bucaq belə gedir. Bir də buradan belə taxtalarla bax belə düzəltmişəm. Orada mənim əkin yerimdir. Baxın biber, reyhan. Bu da balaca nazik qıl biberi, acı biberlərdir. Yəni orada bir dənə limon ağacım var. Nəsə limonu tökdü ye, çox saraltdı. Bilmirəm indi olacaq ya yox üstündə. Belə burada badımcanlar var. Badımcan. Belə ortadan soğan əkmişəm. Pişiklər imkan versə bitəcək. Burada da xiyarlar var. Yəni bu hissə belə balaca da olsa mənim əkin yerimdir. Bura belə düzəltmişəm. Oturma yeri. Gülün gözəl rənginə baxın. Oturma yeri belə düzəltmişəm. Burada oturub istirahət eləmək üçün. Bu hissədən də belə bir yer düzəltmişəm. Bax belə sırayla. Çiyələk əkmişəm. Çiyələklər əkmişəm. Arxa tərəfi də gül yeridir. Baxın belə qızıl güllərimi arxa tərəfə əkmişəm. Şey boyda var. Buradan bir dənə qızıl gül əkmişəm. Belə bir qızıl gül yeri. Oraları da yığmışam. Burada da özüm düzəltdiyim quş yuvam var. Dən alacağım. Dənləri bitib deyə quşlar gəlmir. O dən və su qabları da var. Bu da mənim heyva ağacım. Bu da xurma ağacım. Bu da alma ağacım. Meyvələri var, almaları, amma gilasımda maalesef yoxdur. Bu da gilas ağacım. Gilasım gətirmir dostlar. Bilənlər varsa desin görək niyə gətirmir. Çox çiçək açır. O qədər çiçək gətirir ki, çiçəkdən ağac görünmür. Amma bütün gilaslarını tökür. Dibinə su gedir. Ondan ola bilərmi? Bilmirəm. Yəni başqa bilmirəm nədən ola bilər. Amma hey almam maşallah gətirib sadəcə dərmanlayacağım. Bu cücülər əl çəksinlər. Almamda var. Xurmam tökür. Xurmam da böyüyür, çox qəşəng irilir, axırda tökür hamısını. Bu da nədəndir bilmirəm. Heyvam da az da olsa gətirir. Belə bu tərəfdə mənim nəyimdir? Burada mənim toyuq yerimdir. Əvvəllər burada toyuq saxlamışam, indi toyuqlarım yenə gələcək. Burada lavrol istər əkmişəm. Burada ot əkdim ki, toyuqlarım gələndə otları falan yesinlər. Lobiya əkmişdim, amma toyuq gətirsəm artıq o lobiyalar bitməyəcək. Bunları da belə setkaladım ki, orada o malinadır. O da belə qarağat deyirlər ondan da. Burada setkada bir dənə ata dovşanımız var və məndən küsüb. Heç nə yemir. Deyir ki, niyə onlar orada yeyir, içir, oturur, oynayır, oradakı dovşanlar. Mən niyə burada qalmışam? Biraz da bu gün də sabah da gözləyim. Yeməsə məcbur onların yanına atacağım. Həqiqətən heç nə yemir. Bütün yem qabağı doldu, yemir. Burada soğanlarım vardı, işlətdim. Burada mənim cəfərimdir. Belə bu qablara da əkmişəm əlimə keçəndən. Bu da nainəmdir. Burada da güllərim var. Ay, bu ağacı da bura əkmişəm ki, böyüsün, üstünə quşlar qonsun. Buradan
Böyüsünlər. Amma sonradan da düşünürəm ki, birdən oradan böyüyər, bunlara kölgə salar, onsuz da həyətim balacadır. Bilmirəm. Bu da toyuğumun damıdır. Hələ toyuqlarım yoxdur, gələcəklər. Hazırlıq görmüşəm toyuqlarıma. Belə əkmişəm ki, güya buradan böyüsün qəşəng, ağaçlara üstünə quşlar qonsun deyə. Nə bilim, baxacam. Hələ ki durur. Orada da mənim dovşanım var. Aşağıda da ana dovşanı salmışam. Yenidən balalayacaq. Belə bir set qalamışam. Həm üstün set qalamışam, həm də ki, belə böyüklərin. Burada da balaca cücə falan, ördək falan saxlayıb eləsəm, rahatçılıqla saxlaya bilim deyə. Bu da bizim dovşanlarımız. Gördüyünüz kimi, hardasa mənim həyətimin eni neçə metr olar? 1, 2, 3, 4 metr falan, 5 metrə yaxın olar. Bəlkə də 5 metr tam deyil. Olar bəlkə də 5 metr, dəqiq də bilmirəm. Təxmini ölçürəm. 5 falan, nə bilim, 6-ya yaxın olar belə eni. Çox da eni deyil, yəni balaca bir həyətdir. Uzunluğu da addımlayım, görüm neçə metrdir uzunluğu. 1 metr belə götürsək, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, hardasa 12 metr falan olar da bəlkə də təxmini. Belə uzunluğu. Bu balaca həyətdə görürsünüz mənim belə cənnət bağçam var. Belə dostlar. Bir dənə quşumu da çəkim, sizlə sağollaşım. Baxın, buradan damır bu hissədən. Teydifarar suyuydu. Xalça falan suyuydu. Belə qatlamışam hamısını. Düzəldəcəm yenidən. Burada da güllərim var. Ev güllərim. Uşaqlar topla vurub əzirlər. İmkan versələr bitəcəklər. Burada da bizim quşumuz var. Quşum. Maviş. Bulutdu mu, mavişdi mi? Bilmirəm, bir türlü qərar vermədiyimiz adına belə bir quşumuzdur. Sizcə quşumuzun adı nə olsun? Bir dənə arvadı var idi. O da öldü, getdi. Tək qalıb. Buna bir dənə tay alacağıq. Belə dostlar. Sağ olun. Özünüzə yaxşı baxın.